Mən buradan müraciətim ölkə rəhbərliyinədir. Mən Şamaxı şəhər sakini Bəkirov Adil Kazımoğlu. Möhtərəm cənab prezident, müraciət etməyimin səbəbi bir vətəndaş olsa işsizliklə bağlı sizə müraciət edirəm. Çox çətin durumdayıq möhtərəm cənab prezident. Hörmətli Mehriban xanım, sizə müraciət edirəm bir vətəndaş olaraq. Xahiş edirəm ki, bizə köməklik göstərin. Mən dəfələrlə Şamaxı şəhər İcra Hakimiyyətinin Tahir Məmmədovun qəbulunda olmuşam. Çox təəssüf ki, hələ ki bu saata qədər problemimizin həll olunmasında bir köməklik göstərilmir. Mən dəfələrlə dost mərkəzlərinə, Sosial Müdafiə Nazirliyinə müraciət eləmişəm. Çox təəssüf ki, bizim müraciətlərimiz qəbul olunmur. Çox təəssüf ki, bizim problemlərimiz vaxtında həll olunmur. Mən buradan Sosial Müdafiə Naziri Anar Əliyevə səslənirəm. Nə üçün mənim sosialım kəsildi? Niyə görə mənim yoldaşım işdən çıxarıldı? Mənim aldığımla maaşla dolanmaq çox çətindir. Mənim 3 dənə evladım var, cənab prezident. Mən bir vətəndaş olaraq çox çətin durumdayam. Mənim evladımın 3-ü də məktəbə gedir. Bəs mən vətəndaş olaraq necə dolanım? Mən sizdən artıq dərəcədə xahiş edirəm, bir vətəndaş olaraq bizə köməklik göstərin. Bölgələrdə işsizlik günü-gündən artır. Çox çətindir bizim üçün. Biz kommunalımızı ödəyə bilmirik, digər problemlərimizi ödəyə bilmirik. Çətinlikdir bizim üçün. Həqiqətən də mən xahiş edirəm, bir vətəndaş olaraq bizə köməklik göstərin. Həqiqətən də biz vətəndaşları dinləyən yoxdur. Mən Milli Məclisdə oturan insanlara səslənirəm, deputatlara səslənirəm. Xahiş edirəm, bizə bir köməklik göstərin. Rayonlarda iş yerləri yaradın. Bizim ki, insanlar çətin vəziyyətdə qalmasın.